qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə. Ey iman gətirənlər! Allaha səmimi olaraq tövbə edin. Ola bilsin ki, Rəbbiniz günahlarınızdan keçsin və sizi Allah o Peyğəmbəri və onunla birlikdə iman gətirənləri utandırmayacağı gündə ağacları altından çaylar axan cənnət bağlarına daxil etsin. Onların nuru önlərindən və sağ tərəflərindən ətrafa yayılacaqdır. Onlar deyəcəklər: Ey Rəbbimiz, nurumuzu bizim üçün tamamla və bizi bağışla. Həqiqətən sən hər şeyə qadirsən.